Bismillahirrahmanirrahim. Əziz izləyicilər, məlumdur ki, mən Farid Abdullah adlı şəxsi elmi, ədəbi, səmimi bir debata çağırdım. Lakin o razı olmadı. Qəribədir ki, özü tək danışır, ittihamlar eləyir, iradlar bildirir, səhv rəylər bildirir, şər atır, böhtan atır. Sıxdılar o divarla arasında. Məhz Həzrət Əli əleyhissalamı boynuna doladılar, şərflə sürüdülər, çıxartdılar ki, oradakı sən beyyət etməlisən. Lakin üz-üzə deyəndə gəl bəhs eləyək, debat eləyək, sənin bu dediklərin səhv olduğunu sübut eləyək. Ya da sən özün iddiaları doğru olduğunu sübut elə, o zaman gəlmirəm, debat eləmirəm, vaxtım yoxdur, belə və s. deyə bəhanələr irəli sürülür. Qoy əziz xalqımız da bilsin ki, tək danışmaq, video arxasında tək danışmaq, şücaət göstərmək asandır. Amma üz-üzə gələndə isə görünür ki, asan deyil. Həmçinin özünə Şeyx Cavid deyən biri var ki, Quran ayəsi nazil olmuyor. Amma Həzrət Əli əleyhissalam ondan xəbərdardır, onu oxuyur. 15 ildən çoxdur ki, Allahın evində, məsciddə danışır əhl-i sünnə adına. Və bəzilərini qeyd eləmişəm, istər İmam Əbu Hənif olsun, istər digərləri olsun. Əhl-i sünnə adına yalanlar danışır, şər atır, böhtan atır. Amma mən bu 15 ildir ki, onu nə qədər deyirəm, gəl debat eləyək, üz-üzə canlı videoyla görüşək, danışaq. Lakin bu adam heç vaxt razı olmuyor. Düzdür, biz dəfələrlə görüşüb üzbəyə söhbət eləmişik, telefon zənglərimiz də olub, danışmışıq. Lakin bunun çəkilişi olmayıb. Nədənsə bu heç vaxt, hər dəfə deyirəm, gəl çəkiliş eləyək. Bu günə qədər hələ bu insan debat eləməyə razı deyil, hünər göstərə bilmir. Amma tək olaraq həmişə Allah evində nə gəldi, yalanlardan danışır, səhvlər eləyir. Sözsüz ki, o yaxşı bilir ki, bizim aramızda olan debatlar olub, çəkilişdə olmayıb. Həmin debatlarda öz payını yaxşı alıb deyə bir daha hünər eləyib, şücaət eləyib, debata, canlı debata gələ bilmir ki, xalqımız, onun anlatdığı bəzi xalqımızın bəzi nümayəndələri doğrudan da görərlər ki, bu insanın iddiaları çürük imiş, boş imiş. Həmçinin biri də var, özünə Hacı Elxan deyir. Bizim rivayi kitablarımızda var ki, Peyğəmbərdən sonra fəqət 7 nəfər mömin olub. Neçə min nəfərin içində 7 nəfər. Rivayətimiz var ha. 7 nəfər. O da həmçinin məsciddə, Allah evində çox şər böhtanlar danışırdı, ittihamlar eləyirdi. Biz çalışdıq buna debat eləyək. Nəysə, uzun söhbətdən sonra gördüm ki, ortada yalanlar var. Özüm birbaşa bunun özünə zəng elədim, Elxanın özünə zəng elədim. Dedim, gəl debat eləyək, sən məsciddə şər danışırsan, böhtan atırsan əhl-i sünnəyə, yalanların var. Gəl mən sənə sübut eləyim ki, sən həqiqətən də yalan danışırsan. Amma fırlatdı, o da debata gəlmədi. Bir gün inşallah bunun, həmin bu mövzunu geniş olaraq və yazılarla sübut eləyəcəm, əgər irad bildirənlər olacaqsa. Hələ Quran adından, Uca Allah adından, əhl-i sünnə adından nə qədər böhtanlar, yalanlar danışanlar var ki, həmin o kəslər çətir altında, əba altında gizləniblər. Ara qarşan kimi öz doğma ölkələrinə qarşı çıxmağa hazırdılar. Neçəsi də çıxıb və çıxmaq da istəyirlər və buna hazır da olublar. Həmin o kəsləri də mən nə qədər debata çağırmışam, şücaət göstərib, debata gəlməyiblər. Amma öz videolarında, öz məscidlərində nə gəldi danışıblar, Allahdan qorxmadan, lakin utanmırlar ki, və yaxud da üz-üzə gəlməyə utanırlar, çəkinirlər, qorxurlar. Amma qorxmurlar ki, onların yalanını görən, bilən, Uca Allah var ki, sözsüz ki, qiyamət günü bu yalanlarınıza, bu şərlərinizə, bu böhtanlarınıza görə cavab verəcəksiniz siz Uca Allaha. Ona görə də ey Cavid, ey Elxan, ey Fərid, Uca Allahdan qorxun. Əgər sözünüz varsa, müsəlman kişisinə yaraşan kimi gəlin üzbəyiz danışaq, deyin, iddianızı irəli sürün, ədəblə, ərkanla debat eləyək, yoxsa gizlənib tək danışmaq asandır. Müsəlman kişisinə yaraşan odur ki, şər atmaz, böhtan atmaz. Siz ola bilsin 30-40 nəfər avamları aldada bilərsiniz. Amma Uca Allahı isə aldada bilmərsiniz. Bilin ki, hər bir atdığınız böhtana, şərə görə Allaha cavab verəcəksiniz. Qəribədir ki, bizdən utanıb, çəkinib, üz-üzə gəlib debat eləməyə cürətiniz yoxdur. Amma Uca Allaha necə cavab verəcəksiniz bəs, necə cürət edəcəksiniz bəs o dünyada. Ona görə də ağıllı olun, ya bu məsələləri saxlayın, ya da danışırsınızsa, gəlin üzbəyiz danışaq və müzakirə. Quranın haqq olduğu onlara aydın olsun deyə biz öz dəlillərimizi onlara həm üfüqlərdə,
həm də onların özlərini də göstərəcək. Məyər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi? Fusilət surəsi 53-cü ayə. Bütün kainatın yaradıcısı olan Uca Allahın varlığının, Məhəmməd Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, haqq Peyğəmbər olduğunun, Qurani Kərimin həqiqətən də Allah Taala tərəfindən göndərildiyinin elmi dəlil və kəşflərlə sübutunu Quran Möcüzələri.az saytında görə bilərsiniz.